Elə bir düyü hazırladım ki, tam arıqlamaq istəyənlər üçün çoxlu dəmir tərkibində var, kletçatka, ağ düyüdən daha çox belok var. Bu qədər düyünü götürürəm, tökürəm qaba və yuyuram. 2-3 dəfə yudum. Yuyandan sonra, yəni onun rəngi çıxır, hardasa belə sirenivi rəngə çalır. O problem deyil. O nə qədər qalsa suda, o yenə öz rəngini çıxardacaq. Təbii rəngidir. Sonra yenə bir 3-cü, 4-cü dəfədən sonra su doldurdum və kənarda elə bil gecədən səhərə qədər saxladım. Bu da səhərki halı. Bir az elə bil fərqləniblər. Rəngləri açılır, biraz şişiblər elə bil də. Yəni pişəndə onda yumşaq olur. Süzürəm həmin düyünü. Belə olur. Və tavaya yağ, sulu yağ, zeytun yağı və kərə yağı ikisi bir yerdə və yağın üzərinə doğradığım bir soğanı tökdüm və biber yandıran biraz acı biberdən əlavə elədim. İkisini tam qovurmuram, belə olmalıdır və üzərinə toyuğun yumuşaq ətini xırda-xırda doğrayıram, tökürəm. Duz da əlavə elədim, qatışdırıram. Üzərinə düyünü islanmış, yəni süzdüm düyünü və üzərinə tökürəm. Yağda bir hardasa 3-4 dəqiqə, 5 dəqiqə belə onu qovururam. Qovurandan sonra 300 ml ilə bil su, qaynar su əlavə edirəm. Üzərinə duzu da əlavə eləmirəm, çünki soğanı bişirəndə duz tökmüşdüm. Belə, vəsə. Qoymuşuq bişsin. Gözləyirik aşın bişməyini. Hamile. Hazır oldu. O kadar güzel ətri var, evə yayılmışdı düyünün. Dadına baxay. Çox sevəcəksiniz, çox bəyənəcəksiniz. Siz də hazırlayın. Xoş olsun.